Ascon Holding şirkətlərindən olan Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib. QSC-dən bildirilib ki, sərnişin daşıma ilə bağlı son statistik göstəricilər metropolitende sərnişin sayının artdığını göstərir. Belə ki, fevral ayının statistik nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə yüksək olub və bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir. Qeyd edək ki, 2025-ci ilin aprel ayında pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyədək azaldılmışdır. Sentyabrın 15-də bu göstərici saatda 34 cüt olmaqla interval 1 dəqiqə 45 saniyəyə indirildi. Dekabr ayında isə qatar cütlərinin sayı 35-ə çatdırıldı. Texniki sistemlərdə həyata keçirilən yeniliklər və rəqəmsal idarəetmələrin imkanları sayəsində artıq cari ilin mart ayından günün pik vaxtlarında 28 may Əhmədli sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir. Günorta saatlarında sərnişin axını nəzərə alınaraq saat 12:30-dan 14:30 və 16:00-dan 17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq 28 may Əhmədli sahəsində 2 dəqiqəlik hərəkət qrafiki tətbiq olunur. Sərnişin axınının tənzimlənməsi məqsədi ilə həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında Koroğlu, 13:00-14:00 aralığında 28 may, Gənclik və Elmlər Akademiyası, 18:00-19:00 aralığında isə Elmlər Akademiyası və 28 may stansiyalarına qədər xəttə sərnişinsiz qatarlar verilir. Bir qatarın təxminən 1600 sərnişin tutumunu nəzərə alsaq, bu tədbir həmin vaxtlarda sərnişin sayının daha çox müşahidə olunduğu stansiyalarda sıxlığın tənzimlənməsinə müsbət təsir göstərir. Edilən bütün dəyişikliklər dayanıqlı şəhər nəqliyyatı sisteminin inkişafı və idarəetmədə rəqəmsal həllərin geniş tətbiqi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Bununla da xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mövcud infrastruktur şəraitində qatarların hərəkəti üçün ən optimal qrafik tətbiq olunur deyə qurumun yaydığı məlumatda bildirilir.